13 yaşlı uşaq ana olub. Təəccübləndiniz bu xəbərə? Mən yox. Çünki bu Danimarkada, Norveçdə, Almaniyada və ya Polşada olmur. Azərbaycanın Ağcabədi şəhərində olur. Hansı ki 2-3 ay bundan öncə qohum evliliklərinin qadağan olduğu bir ölkə. Hansı ki biri çıxıb televizorunda bir kəlməyə baş kəsərəm dediyi halda boykot olunmur, əksinə getdiyi toyların sayı çoxalır. Hansı ki 13 yaşlı uşaq ana olub xəbərini YouTube-da yazsanız 2 həftə öncəyə aid xəbərdə tapa bilərsiniz, 2 il öncəyə aid xəbərdə tapa bilərsiniz, 5 il öncəyə aid xəbərdə tapa bilərsiniz. Bilirsiniz ki 2023-cü ildə 18 yaşın altında ana olan uşaqların sayı 1742 nəfərdir. Bundan 10 il sonra bu köhnə xəbərləri görməməyimiz üçün ailə modeli, düşüncə tərzi dəyişməlidir. Bu ölkəyə bir Zərdabi lazımdır. 19-cu əsrə geri dönmüşük və Zərdabi gəlib milləti öz səviyyəsinə çatdırmalıdır.